Cruises.azın dəyərli dostları, müştəriləri, Royal Caribbean Amerikan gəmi şirkətinə aid ən son və ən möhtəşəm gəmilərindən biri Legend of the Seas gəmisindəyik. Deməli, 5-ci mərtəbədir, qarşıda gördüyünüz mərtəbə 5-ci mərtəbədir. Hal-hazırda Dünya Kuboku gedir və belə bir gözəl bir şərait yaradıblar futbola baxmaq istəyənlər üçün. 5-ci mərtəbədə bir çox aktivitelər var. Burada mağazalardır, burada Next Cruise'dir, burada Alara barıdır, qarşı tərəf 1400 barıdır, eskalatordur, Starbucks'dır, mağazalardır təkrar və bu şəkildə davam edir. Yuxarıda da bir Valeros kafe və barıdır. Çox möhtəşəm bir atmosferdir və hal-hazırda İngiltərə oynayır deyə bilirsiniz. İngilislər futboluna əlaqədar kifayət qədər maraqlıdırlar və həmən sol tərəfdə reception dediyimiz belə bir maraqlı bir reception eləyiblər. Guest service adı altında necə xoş rənglər və dizayndan ibarətdir. Mən buradan keçib onu bir sizin üçün yaxından çəkəcəm. Yəni xidmət almaq belə kifayət qədər zövqlü bir hadisədir burada. Müxtəlif çiçəklərdən və həmən 5-ci mərtəbədə ən aktiv olan mərtəbələrdən biridir. Görürsünüz, alt, üst. Demək olar ki, hər tərəf kafe, restoran, bar və Starbucks öz yerində və insanların hər daim əylənə biləcəkləri kifayət qədər geniş bir ərazidir, diqqət edirsinizsə. Və bu da Legend of the Seas gəmisinin necə deyərlər, brilyantı, mirvari, möhtəşəm rənglərlə, hər səfərdə rənglər dəyişir. Bu səfərdə daha çox çəhrayı rənglərə üstünlük veriblər. Bu şəkil. Sonra bayaqları bəhs elədiyim Starbucks həmən sağ tərəfdə. Təqibində yenə bir mağaza. Və burada da Royal Caribbean'a aid logolu brend məhsullar. Bunun tip maketləri bizim ofisimizdə görə bilirsiniz gəldiyinizdə və bu şəkildə müxtəlif məhsullar Royal Caribbean inaugurasiya sezonu olaraq xidmətinizdədir və satılır, əlavə pulla satılır. Əmin olun ki, xatirə olaraq gözəl bir məhsul olacaq. Burada tişörtlər, aşağıda belə bir məhsullar, saatlar, aksesuarlar. Bu dev ekran yenə buradadır. Və Spotlight Karaoke olaraq adlandırdığımız və girişdə də çox belə bir şirin bir kofe mekanı. Eyni zamanda necədir? Çox fərqlidir, şirindir. Burada da bir diğer karaoke mekanı və yuxarıda da gəldiyinizdə mütləq tövsiyə etdiyimiz Legend Station var, hansı ki qatar formasında içəridə rezervasiya iləndir. Mütləq ki əvvəldən yerinizi ayırmalısınız. Onun üçün fərqli bir ayrı bir video çəkiləcək. Bir qatar düşünün və bu qatarda müxtəlif mətbəxlərə aid yeməklər servis olunur. Aralarında Türkiyə var, İtaliya var, sonra Fars mətbəxi var, bir çox fərqli Hindistan mətbəxi var, bir çox fərqli mətbəxdən qidalarla xidmətinizdədir. Ayrıca Sorrento bu pizza xidməti göstərən mekandır. Çox dadlı pizzalardır, həddindən artıq. Bilirəm, izləyicilərimiz ən az bir dəfə kruizdə olanlar mütləq ki, İtalyan pizzalarını bəyənirlər, amma
burada o xamırın çıtırlığını daha çox hiss edirsiniz. Nəinki İtalyanlar daha çox bilirsiniz onun daha dolu olmağına və xamıra çox da fikir vermirlər. İncə eləyirlər, amma çox xamıra fikir vermirlər. Amma burada həm hər şey dolu-doludur, yəni məhsulları çoxdur, ingredientləri boldur və xamırı o qədər incə və çıtırdır ki, ləzzətindən doymayacaqsınız, əmin olun. Bu şəkildə bu bir gəmidir. Yəni insanın inanmağa gəlmir. Çox fərqli, gözəl, müasir, insanların rahatlığı üçün hər bir şey nəzərə alınıb belə bir gəmi. Royal Caribbean'ın Legend of the Seas gəmisidir. Gələn il üçün qrup planlaşdırılır və olacaq inşallah. Məlumatınız olsun ki, mütləq faydalanın. Ən gözəl qiymətlər üçün əlimizdən gələni eləyirik və bu səfərimizdən sonra da çox gözəl qiymətlərimiz olacaq. Bax belə dostlar.